Milli mənəvi dəyərlər kateqoriyasında biz danışanda məscidlərdə, ibadət yerlərində, sinagoglarda hamısını bura daxil edirik. Demək, məscid həm də mədəniyyət yeridir. Bəli. Məscidin Azərbaycanda hamısı mədəniyyət yerinə çevrilibmi? Bu sualı vermək lazım. Bir qisim, məsələn, bir yaxın ad çəkmək istəmirəm ölkələrdə, məscid bir terrorun əsas yerlərindən biridir, partladırlar. Özdə müsəlmanlar partladır. Məsciddə hansısa bir şəkildə mədəni dəyərlərin inkişafına yönəlik hansısa bir şəkildə təzahürlər ortaya çıxmır. Və söhbət ondan gedir ki, xalqın mənəvi dəyəri olan məscidlər də xalqın bir mədəniyyət ocağına çevrilməlidir. Məscidin kitabxanası ilə, orada olan diskusiyası ilə, müzakirələri ilə, din mövzusu olsun, başqa mövzular olsun, bunların hamısını əhatə eləyə biləcək. Çox maraqlı tezdir ki, həm də məscidlərimiz, həm də mədəniyyət yerə çevrilir. Söhbət ondan gedir ki, biz məsələn Azərbaycan dövləti olaraq dinə baxışımız iki cür ortaya qoyulmalıdır. Bir, ümumiyyətlə bu kateqoriya namaz qılan sayı artır, oruç tutan sayı artır. Bu keyfiyyət göstəricisi mənasına gəlmir. Bu hansısa cəmiyyətdə ədalətin artması, dürüstlüyün artması, təmizliyin artması mənasına da gəlmir. Bu insanların fərdi seçimidir. Kimsə oruç tutar, kimsə inəyə inanar. Amma niyə tutur? Kimsə sıçana inanar. Alim adamsınız. Bir dəqiqə. Niyə tutur? Başqa mövzudur. Mən söhbət nədən gedir ki, bu bizim yəni fəxarət duyduğumuz mövzu deyil. Fəxarət duyduğumuz mövzu nəticədir. Ədalətli, dürüstlük, məsələn, hansısa bir şəkildə din məsələn insanı aqilləşdirir, müdrikləşdirir, saflaşdırır, elə insanlar qatilləşdirir. Elə insan var ki, din onu çevirib bir qatilə. Bir fikir üçün, həmən dində nə dəxli var ki, eyni kitaba isnad eləyən bir yanaşmadır. İnsan şuuru hansını seçirsə onun üzərində. İndi bizim yanaşma budur ki, ümumiyyətlə bu olmalıdır. Biz dini ideoloji olaraq təqdim eləyən baxışın qarşısında olmalıyıq. Biz dinçiliyin qarşısında olmalıyıq. Yəni, dinçilik, dini inanç kimi yaşamaq deyil, dini ideologiya kimi yaşamaqdır. Bir rəhbərdən göstəriş aldın, dini rəhbərdən, bir şeyxdən, hansısa bir hocadan aldın, onu cəmiyyətdə başladın bir dəyər olaraq təqdim eləməyə və insanları radikallaşdırdın, insanları müəyyən dərəcədə normal həyat düzəninə qarşı çıxış eləyən bir təhlükəyə çevirdin. Bu artıq ondan sonra nə başlayır? Artıq başlayır sən hər bir şeyi dinə zidd adı altında linç eləməyə, qadağan eləməyə, sıradan çıxartmağa. Sabah talibanlaşırsan, qadınların məktəbə getməyini haram sayırsan, İranda kiminsə başını aşmağını haram sayırsan və sonra da məcbur olursan ki, cəmiyyət məcburi hamısı ibadət eləyən kimi görünməkdədir, amma evin içində hamı içkisini içəcəkdir, hamı öz həyat tərzini başqa cür keçirəcək. Amma normal bir cəmiyyətlərdə dini inanc kimi yaşamağa şərait yaratmaq lazımdır. Dövlət vicdan azadlığı maddəsi var konstitusiyada. İmkan yaradırsan ki, bu sənin fərdi məsələndir. Dövlət də sənin fərdi məsələni ictimai yerdə sərbəst həyata keçirmək üçün məscidi yaradır, qoruyur, mühafizə eləyir. Baxın, hər məscidimiz mühafizə olunur. Dövlət baxır ki, bunu qorumaq lazımdır və düz də eləyir. Amma sən bu həddi biz müəyyən eləməsək, sabah biz bu ən böyük dəyərimiz olan babalarımızın yaratdığı, ziyalılarımızın uzun illər mübarizə apardığı və insanları aşırı özünü həlak eləyən, özünü deyək ki, xəsarət yetirən bir din anlayışından normal, mədəni, deyək ki, ibadət anlayışına gətirən bir səviyyə çatdıran bizim sistemimiz, siyasi sistemimiz zədələnə bilər. Söhbət ondan gedir ki, ona görə bizim reaksiya verəcəyimiz məsələlər daha çox dünyəvi dövləti, insanların yaradıcılıq azadlığını poza biləcək məsələlər üzərinə gələn təhdidlərin qarşısında durmaqdır. Və bu təhdidlərin qarşısında durmayanda sabahları bunun bədəlini necə ki 1978-ci ildə 79 İran ödədi. Bunun bədəlini hansısa Zahir Şahın vaxtında normal mədəni universitetə gedən, təhsil alan bir Əfqan cəmiyyəti ödədi.
Və biz ona görə də bu təhlükə barədə Azərbaycan cəmiyyətinə bildirməliyik ki, bu tendensiyalar sadə baxın. Kimisə linç eləyirlər, kimisə sustururlar, kimisə ki, mənəvi dəyərimiz adı ilə dinə deyək ki, münasibətdə hansısa bir suçluyurlar. Dinə qarşı ümumiyyətlə bu cür qarışmaq doğru deyil. Dövlət ümumiyyətlə dinə niyə qarışır? Mən onda icazə verirəm. Fərdi həyat kimi yaşa.